Bizə situasiya sualıdır. Qatı sulfat turşusuna dəmir iyonlarla əlavə edib qızdırdılar. Baş verən reaksiya təlini yazın, əmsallaşdırın. 28 qram dəmir tam sərf olunsa neçə litr qaz ayrılar soruşur. Gəlin yazaq. Birinci budur. Dəmirlə qatı sulfat turşusunun reaksiyasını. Buradan alınacaq dəmir 3 sulfat, SO2 qazı və su alınır. H2O. Burada əmsallaşdıranda ən yaxşı balans üsulundan istifadə eləyək. Dəmir gəlib 0-dan dəmir müsbət 3-ə və indeks var dəyişəndə nəzərə alacağım. Buradan 6 keçid olmuş olur. 3, 2-yə vurdum 6. Bir də kükürt müsbət 6-dan. Burada məsələn dəmir 0-dan müsbət 3-ə gəlibsə, kükürt müsbət 6-dan müsbət 4-ə gəlib. Buradan da dəmir müsbət 4-ə. Burada da 2 keçidimiz var. 6, 2, 1, 3 ixtisar gedir. 3, 1. Sağ tərəfdə SO2'ye 3 düşür. Bura 1, dəmirə 2 yazacağım. Buradan 3 kükürt burada var. 3 burada 6. Suya da 6 yazıram. İndi bizə nə deyir? 28 qram dəmir. İkincinin həlli necə olacaq? 28 qram dəmirə nə qədər qaz alınacaq? X litr. Biz buluruq burada dəmir 2 vurulsun 56'dır. Yəni 112'yə də 3 vurulsun 22,4 alınacaq. Buradan x da bərabərdir. Buradan da x bərabərdir 16,8 litr. Cavabımız 2-ci cavabı da